Jean-Paul Sartre. Herostrat. Adamlara yuxarıdan baxmaq lazımdır. İşığı yandırıb pəncərənin qabağında dururam. Onlar hətta özlərinə yuxarıdan baxmağın mümkün olacağından şübhələnmirlər. Üz tərəfin, bəzən də arxanın qayğısını çəkirlər, amma bütün biclikləri boyu 1 metr 70 santimetr olanlara hesablanıb. Kimsə tutaq ki, 7-ci mərtəbədən görünən silindrin hansı forma aldığı barədə fikirləşibmi? Sadə səhlənkarlıq üzündən öz çiyinlərini, kəllələrini alabəzək rənglərlə, parlaq parçalarla örtür, bəşəriyyətin ən qüdrətli düşməni ilə dərinlik perspektivi ilə mübarizə aparmağı bacarmırlar. Əyilirəm, məni gülmək tutur. Bəs onların bu qədər fəxr elədikləri o məşhur dik yeriş hanı axı? Onlar səkidə yayılıblar. İki uzun, yarı sürünən, qolqıçları da çiyinlərinin altından sallanır. 7-ci mərtəbənin eyvanında. Gör bütün ömrümü harda yaşamalıyam. Mənəvi üstünlüyü maddi rəmzlərlə saxlamaq lazımdır. Bunsuz o süqut eləyər. Yoxsa mənim adamlar üzərində üstünlüyüm başqa cür məhz nədən ibarətdir? Mövqe üstünlüyündədir, başqa bir şeydə yox. Mən öz içimdəki adamın çiyninə çıxıb ona tamaşa eləyirəm. Notre Dame kilsəsinin qüllələrini, Eiffel, Sacré-Cœur qüllələrinin platformalarını, Delambre küçəsindəki 7-ci mərtəbəni ona görə sevirəm. Gözəl rəmzdir. Amma hərdən bir küçəyə enmək lazımdır. Məsələn, kontora getmək üçün. Boğuluram. Sən adamlarla eyni səviyyədə olanda onları bit kimi təsəvvür eləmək çox çətindir. Sənə aidiyyətləri var. Bir dəfə küçədə ölü gördüm. Üz üstə yıxılmışdı. Onu arxası üstə çevirdilər, burnundan qan axırdı. Onun açıq gözlərini, bütün axmaq görkəmini və həmin qanı gördüm. Özümə dedim, bu boş şeydir. Təzə rəngdən həyəcanlandırıcı deyil. Burnuna qırmızı rəng sürtüblər vəssalam. Qıçlarımda, boynumun arxasında iyrənc zəiflik duydum. Şuurumu itirdim. Məni apteka apardılar. Çiyinlərimdən tutub silkələdilər. Spirtli bir şey içməyə məcbur elədilər. Onları öldürəcəm. Bilirəm, onlar düşmənimdilər, amma özləri bilmirlər. Bir-birini sevirlər, bir-birinin əlini sıxırlar. Mənimsə hərdən çiynimə vururdular. Çünki özləri kimi hesab eləyirdilər. Amma əgər həqiqətin ən xoşa gəlməz hissəsindən xəbər tuta bilsəydilər, məni əzişdirərdilər. Yeri gəlmişkən sonra elə-belə də elədilər. Ələ keçirdəndə və nəhayət kim olduğumu axır ki başa düşəndə. Komissarlıqda mənə dəhşətli divan tutdular. 2 saat ərzində döydülər. Əvvəlcə şillədən başladılar, sonra yumruqladılar. Qollarımı burdular. Ardınca şalvarımı soyundurdular. Hər şey başa çatanda eynəyimi yerə atdılar. İməkləyə-iməkləyə onu axtaranda hırıldaya-hırıldaya daldan təpiklədilər. Həmişə bilirdim ki, axırda məni döyəcəklər. Çox güclü deyiləm, özümü müdafiə eləyə bilmirəm. Onlar güclüdülər. Artıq çoxdan məni izləyirlər. Ələ salmaq, nə cavab verəcəyimi yoxlamaq üçün küçədə itələyirdilər. Susurdum. Özümü elə göstərirdim, güya heç nə başa düşmürəm. Amma öz işlərini görməkdə davam eləyirdilər. Onlardan qorxurdum. Bu öncə duyumdu. Bununla belə əlbəttə onlara nifrət bəsləməyə daha ciddi səbəblərim var. Bu mənada hər şey revolver aldığım gündən daha yaxşı getməyə başladı. Partlayıb səs salan şeylərdən birin ehtiyac üçün üstümdə gəzdirəndə həmişə özünü güclü hiss eləyirsən. Onu bazar günü özümlə götürdüm. Sadəcə şalvarımın cibinə qoyub adətim üzrə bulvara gəzməyə getdim. İnatkar xərçəng kimi cibimdən necə yapışdığımı hiss eləyir, budumla soyuqluğun duyurdum. Amma bədənimlə təmasdan get-gedə qızmağa başladı. Bir qədər sıxıla-sıxıla qalxmış kişiliyini ətrafdakı adamlardan gizlətməyə çalışan adam yerişi ilə gedirdim. Əlimi cibə salıb onu yoxluyurdum. Arada bir ayaq yoluna girirdim.
amma hətta içəridə də çox diqqətli idim. Çünki orada da qonşuların ola bilər. Axı revolverimi çıxardırdım. Çəkisini yoxlayır, başdan başa qara kvadratlardan ibarət olan dəstəyini, yarı örtülü göz qapaqlarına oxşayan tətiyini gözdən keçirdirdim. Başqaları aralanmış ayaqlarıma, şalvarımın qatlarına bayırdan baxanlar fikirləşirdilər ki, özümü boşaldıram. Bununla belə heç vaxt ayaq yollarda rahatlanmamışam. Bir dəfə axşam adamlara atəş açmaq fikrinə düşdüm. Bu, şənbə axşamı oldu. Mən Leanı adətən Montparnasse küçəsindəki otelin qabağında duran sarışın qızı tapmaq üçün çıxdım. Heç vaxt qadınla intim həyat yaşamamışdım. Özümü qayrət olunmuş hesab eləyirdim. Əlbəttə, siz onların üstünə dırmaşırsınız, amma onlar qarnınızın aşağı hissəsini iri tüklü cəhənglər ilə yeyirlər. Eşitdiyim kimi, bu dəyiş-düyüşdə qadınlar udurlar. Mən ki, heç kəsdən heç nə tələb eləmirəm, amma heç nə də vermək istəmirəm. Ya da yeri gəlmişkən, özündə iyrənməyi boğub mənə dözən soyuq, mömin qadın uyğun olardı. Hər ayın ilk şənbəsində Lea ilə Düşeni otelinin nömrələrindən birinə qalxırdım. O soyunur, mənsə toxunmadan ona baxırdım. Bəzən o öz-özünə şalvarımı axırdı, amma bəzən də öz otağıma qalxmağa macal tapıb, orada artıq hər şeyi özüm qurtarırdım. Bu axşam onu öz yerində tapmadım. Bir qədər gözlədim, amma gəlib çıxmadığından qət elədim ki, məşğuldur. Yanvarın əvvəlləri bərk soyuq idi. Kədərlənmişdim. Təxəyyülüm canlı idi. Dərhal da bu axşam ala biləcəyim zövq barədə fikirləşdim. Adetsə küçəsində tez-tez bir qədər vaxt ötmüş, yetərincə gömbul, amma hələ də möhkəm bədənli olan bir qaraçı qadın görürdüm. Vaxtı ötmüş qadınlardan zəhləm getmir. Onlar çılpaq olanda görkəmləri o birilərindən daha lütdü. Amma o şərtlərimi bilmirdi. Bunu ona açıq-aydın demək zərurəti məni bir qədər qorxudurdu. Bundan başqa da təzə danışlara etibar eləmirəm. Bu cür qadınlar sadəcə qapının arxasında hər hansı bir yaramazı gizlədə bilərlər. Həmin tipsə qəfildən hücum eləyib bütün pulunuzu ala bilər. Əgər üstəlik də sizi bıçaqlamasa, bəxtiniz gətirər. Bu axşam bilmirəm, hardansa qəfildən mənə cəsarət gəldi. Revolverin arxasınca otağıma qayıdıb, macəra axtarmaq üçün cəhd eləməyə qərar aldım. 15 dəqiqədən sonra qadına yaxınlaşanda cibimdə revolver vardı. Artıq heç nədən qorxmurdum. Yaxından onun görkəmi daha da miskin idi. O üzbəyiz qonşuma Podproporşikin arvadına oxşuyurdu. Bu da xoşuma gəlirdi. Çünki artıq çoxdan onu çılpaq görmək istəyirdim. Əri evdə olmayanda pəncərəni açıb geyinirdi. Mən də tez-tez pərdənin arxasında gizlənib ona göz qoymağa çalışırdım. Amma paltarını həmişə otağın o başında dəyişirdi. Stella mehmanxanasında yalnız 4-cü mərtəbədə bir otaq boş qalmışdı. Yuxarı qalxmağa başladıq. Qadın yetərincə ağır idi. Nəfəsini dərmək üçün hər pillədə dayanırdı. Mən sözümü çox yüngül hiss eləyirdim. Canım suludur. Göbəkli olsam da məndə tənginəfəslik yaratmaq üçün 4 mərtəbədən artığı lazımdı. O, 4-cü mərtəbənin meydançasında ağır-ağır nəfəs alıb, sağ əlini ürəyinin üstünə qoydu. Sol əlində nömrənin açarını tutmuşdu. Hündürdü. O mənə gülümsəməyə çalışa-çalışa dedi. Dinməzcə ondan açar alıb qapını açdım. Sol əlimlə düz cibimdən tuşlanmış revolveri sıxırdım. İşığı yandıran acan onu buraxmadım. Otaq boş idi. Əl üzüyanın içində kiçik 4 künc yaşıl sabun vardı. Gülümsündüm. Mənə nə unitaz, nə kiçik 4 künc sabun lazım idi. Qadın arxa tərəfimdə ucadan nəfəs alır, bu da məni qızışdırırdı. Geri çevrildim. O dodaqlarını mənə uzatdı. Onu itələdim. Soyun, dedim. Otaqda yumşaq kreslo vardı. Orada rahatca oturdum. Məhz belə hallarda siqaret çəkməməyimə təəssüflənirəm. Qadın paltarını soyunmağa başladı. Sonra mənə ehtiyatlı nəzər salıb əl saxladı.
Adın nədir? Arxaya söykənib ondan soruşdum. Rene. Yaxşı Rene, tələs, gözləyirəm. Sən soyunmayacaqsan? Yox əşi, dedim. Mənim dərdimi çəkmə. O tumanını ayaqlarına saldı. Sonra götürüb paltarının üstünə buzkalterin yanına qoydu. Deməli, sən balaca düşkünsən, mənim əziz tənbəlim, o soruşdu. İstəyirsən ki, bütün işi sənin əvəzinə balaca qızın görsün? Bunu deyib yanıma gəldi. Əllərini kreslonun qoltuğuna dayayıb, ayaqlarımın arasında durmağa çalışdı. Amma onu kobudluqla qaldırdım. Yox, yox. O mənə təəccüblə baxdı. Bəs nə istəyirsən axı, mən nə etməliyəm? Heç nə, sadəcə yeri, biraz ora-bura gəziş. Səndən başqa bir şey tələb olunmur. O yöndəmsiz halda otaqda gəzişməyə başladı. Qadını lüt gəzməkdən çox heç nə əsəbləşdirmir. Ayaqlarının pəncələrini tam yerə basa bilmirlər. Fahişə belini əyib qollarını salladı. Mən vəcdə gəlmişdim. Bala gedən kimi geyinmiş halda sakitcə kresloda oturmuşdum. Hətta əlcəyimi də çıxartmamışdım. Belə yekə qadınsa əmrimlə lümlüt soyunub özünü nümayiş etdirirdi. O başını mənə sarı çevirib, vəziyyəti əl almaq üçün işvəylə gülümsədi. Məni gözəl hesab eləyirsən? Xoşuna gəlir? Sənin işin deyil. Zəhmət olmasa de, qəfil hiddətlə soruşdu. Mənə çox belə əziyyət vermək fikrindəsən? Otur. O çarpayının üstündə oturdu. Dinməzcə bir-birimizə baxmağa başladıq. Dərisi qabarcıqlarla örtüldü. Divarın o tərəfində saatın çıqıltısı eşidilirdi. Ondan ötürü gözlənilmədən dedim. Qıçlarını arala. O bir anlığa çaşdı, sonra tabi oldu. Mən onun ayaqlarının arasına baxıb fısıldayırdım. Sonra elə qəhqəhə çəkib gülməyə başladım ki, gözlərimdən yaş gəldi. Ona ancaq bunu dedim. Bir şey başa düşürsən? Yenə qəhqəhə ilə gülməyə başladım. O elə bil qupquru quruyub mənə baxdı. Sonra əməlli başlı qızarıb ayaqlarını bir-birinə sıxdı. Əclaf. Qadın dişlərini sıxıb dedi. Amma daha da ucadan güldüm. Bu zaman o kəskin tərzdə qalxıb stolun üstündən paltarlarını götürdü. Dayan, ona dedim. Bu hələ hamısı deyil. Sənə 50 frank verəcəm. Amma mən də əvəzində nəsə almaq istəyirəm. O əsəbi halda paltarlarını qapdı. Bu məni bezdirdi. Başa düşürsən? Sən nə istədiyini bilmirəm. Əgər məni bura ələ salmaq üçün gətirmisənsə, bu zaman revolveri çıxardıb ona göstərdim. O ciddi halda mənə baxdı. Heç nə deməyib tumanını yerə atdı. Tərpən, ona dedim. Gəziş. O 5 dəqiqədə gəzişdi. Sonra əl ağacımı ona verdim. Biraz da məşq eləməyə məcbur elədim. Alt paltarımın islandığını hiss eləyəndə qalxıb ona 50 franklıq verdim. Pulu aldı. Görüşənə dək, əlavə elədim. Məncə bu məbləğə görə səni çox yormadım. Onu bir əlində paltarı, bir əlində 50 franklıq otağın ortasında lüt üryan durmuş vəziyyətdə qoyub çıxıb getdim. Pula heyfim gəlmirdi. Onu sarsıtdım. Fahişəni heyrətləndirməksə o qədər asan deyil. Pilləkənlə enə-enə fikirləşirdim. İstədiyim hamını təəccübləndirməkdir. Uşaq kimi sevinirdim. Yaşıl sabunu götürdüm. Otağıma qayıdıb isti suyun altında onu soğurulmuş nanəli konfetə oxşayan balaca kürəciyə çevirənəcən uzun müddət sürtdüm. Amma gecə diksinib qəfildən ayıldım. Revolveri çıxardanda üzünün, gözlərinin necə olduğunu, piyini, hər addımda çalxalanan qarnını təzdən gördüm. Nə qədər axmağam, özümə dedim. Acı-acı təəssüflənirdim.
Atəş açıb o qarnı dəlmədeşik eləməliydim. Həmin sonraki 3 gecə yuxuda 6 xırda qırmızı deşiklə dövrələnmiş göbək görürdüm. Bundan sonra artıq evdən revolversiz çıxmırdım. Adamların kürəyinə baxır, yerişlərindən əgər onlara atəş açmağa başlasam, necə yıxılacaqlarını təsəvvür eləməyə çalışırdım. Bazar günləri cəmaatın klassik musiqi konsertindən sonra çıxdığı vaxta yaxın şatelenin qabağında durmağa adət elədim. Saat 6-ya qalmış zəng səslənir, şveysarlar da açmaq, rəzilərlə bərkitmək üçün şüşə qapılara yaxınlaşırdılar. Bu başlanğıc idi. Cəmaat yavaş-yavaş küçəyə tökülürdü. Ürəklər mehriban sentimentlə dolu olurdu. Çoxu təəccüblü nəzərlərlə ətrafa göz gəzdirirdi. Deyəsən, küçə onlara lap mavi görünürdü. Bir aləmdən başqa aləmə keçə-keçə sirli halda gülümsünürdülər. Həmin başqa aləmdə də onları mən gözləyirdim. Sağ əlimi cibimə salıb silahın dəstəyini var gücümlə sıxırdım. Biraz sonra artıq özümü onlara atəş açan görürdüm. Bir-birinin üstünə yıxıla-yıxıla boş çən kimi dığırlanacaq, arxadan gələnlərsə qorxu içində şüşə qapıları sındırıb geri teatra sarı cumacaqlar. Bu çox qızışdırıcı oyun idi. Axırda əllərim titrəməyə başlayır, heç olmasa biraz sakitləşmək üçün Dreherin yanına gedib konyak içirdim. Qadınları öldürməzdim. Onların belinə atəş açardım. Ya da bir qədər oynaqlamağa məcbur eləmək üçün dizlərinə. Hələ heç bir qərara gəlməmişəm. Amma işə elə girişmişəm ki, elə bil artıq qərarım qəbul olunub. Təfərrüatlardan başladım. Denför Roşreyar markasındakı stenddə məşq eləyirdim. Uğurlarım çox az idi, amma adamlar xüsusilə üzbəüz atəş açanda yetərincə iri hədəfdilər. Sonra özünü reklamla məşğul oldum. Bütün həmkarlarımın kontorda olduqları vaxtı seçdim. Bazar ertəsinin səhərini. Prinsip üzündən onlarla açıq-aşkar nəzakətli olmağa çalışırdım. Onsuz da həmişə əllər sıxmaq zərurəti qarşısında qorxu duyurdum. Salamlaşanda əlcəklərini çıxardırlar. Asta, barmaqlar boyu sürüşən hərəkətlə ovucun piyli, yumşaq çılpaqlığını aça-aça əllərini çılpaqlamaq kimi abırsız hərəkətləri var. Mən heç vaxt əlcəyimi çıxartmıram. Bazar ertəsi səhəri işləməyə o qədər də həvəs olmur. Kommersiya xidmətinin makinatçısı bizə qəbz gətirdi. Lemercier onunla nəzakətlə zarafatlaşdı. Qız çıxanda həmkarlarım tox bilici görkəmi ilə onun gözəlliklərini götür-qoy eləməyə girişdilər. Sonra Lindbergh barədə danışmağa başladılar. Lindberghi sevirlər. Mənə isə qara qəhrəmanlar xoş gəlir. Zəncilər? Massi soruşdu. Yox, məsələn, qara magiya dedikləri mənada qaralar. Lindbergh bəyaz qəhrəmandır. Məni də maraqlandırmır. Atlantik okeanı keçmək o qədər də asan deyil. Buksin kinayə ilə dilləndi. Bu vaxt onlara öz qara qəhrəman konsepsiyamı izah elədim. Anarxistsən, Lemercier yekunlaşdırdı. Yox, asta-asta etiraz elədim. Anarxistlər adamları sevirlər. Amma öz bildikləri kimi sevirlər. Boş şeydir. Amma bu zaman hər halda savadlı olan Massö söhbətə qarışdı. Hansı qəhrəman barədə danışdığınızı bilirəm. Adı Herostratdır. O məşhur olmaq istəyirdi. Ağlına da Efesdəki dünyanın 7-ci möcüzəsindən biri olan məbədi yandırmaqdan yaxşı bir şey gəlmədi. Bəs həmin məbədin memarının adı nə idi? Yadımda deyil, o etiraf elədi. Hətta düşünürəm ki, onun adı məlum deyil. Doğrudan, amma Herostratın adını bilirsiniz. Görürsüz, o təxminində o qədər də yanılmayıb. Söhbətimiz bundan bitdi. Amma əmindim ki, vaxt gələcək, onu da yada salacaqlar. Mənə gələndəsə bu əhvalat indiyəcən Herostrat barədə heç bir şey eşitməmiş mənə yeni qüvvə verdi. Ölümündən 2000 ildən artıq vaxt keçmişdi. Əməli isə hələ də qaralmaz kimi işıq saçırdı.
Mənə elə gəlməyə başladı ki, taleyim qısa, faciəvi olmalıdır. Əvvəlcə bu məni bir qədər qorxudurdu, amma sonra get-gedə alışdım. Əlbəttə, əgər hər şeyə müəyyən şəkildə baxsaq, bu qəddarlıqdır. Bununla belə, digər tərəfdən qeyri-adi parlaqlıq, gözəllik anı bəxş eləyir. İndi küçəyə çıxanda canımda qəribə qarşısı alınmaz güc duydum. Revolverim partlayan, səs-küy yaradan şeyim üstümdə idi. Amma mənə inamı o vermirdi. Özüm revolverlər, qumbaralar, bombalar cinsindən olan bir varlıqdım. Mən də günlərin bir günü rəngsiz həyatımın axırında partlayacaq, aləmi hiddətli, maqnezium parıltısı kimi qısa işıqla işıqlandıracam. Həmin vaxt tez-tez gecələr təxəyyülüm eyni bir mənzərəni cızırdı. Mən anarxistəm. Puskuda hökümdarın gəlib keçməsini gözləyirəm. Müəyyən olunmuş vaxtda bomba partlayır, cəmaatın gözü qabağında havaya uçuruq. Mən, hökümdar və qızılı paltar geyinmiş 3 zabit. Həftələrlə kontora getmirdim. Bulvarlarda gələcək qurbanlarımın arasında gəzir ya da otağıma qapanıb cürbəcür planlar qururdum. Məni işdən oktyabrın əvvəllərində çıxartdılar. İndi boş vaxtımı sonra 102 dəfə üzünü köçürdüyüm aşağıdakı məktubu tərtib eləmək doldururdu. Müsyö, siz məşhursuz. Əsərləriniz də minlərlə tirajla nəşr olunur. Səbəbini sizə deyərəm. Çünki adamları sevirsiniz. Humanizm qanınızdadır. Bu da əlbəttə böyük xoşbəxtlikdir. Dəstədə özünüzə oxşayan bir adam görən kimi lap keyfiniz açılır. Hətta adım bilmədən ona rəğbət duyursunuz. Onun bədəni, bütün alışdığı hərəkətləri, öz istəyincə araladığı, bitişdirdiyi qıçları, əlləri, xüsusilə əlləri xoşunuza gəlir. Hər əlində 5 barmağının olmasını, baş barmağının o biri barmaqlara qarşı durmasını yaman bəyənirsiniz. Siz qonşunuzun masa üstündən fincanı necə götürdüyünə baxa-baxa ləzzət alırsınız. Çünki əşyaları əsərlərinizdə bu qədər tez-tez təsvir elədiyiniz xüsusi götürmə, meymun kimi elə də çevik, o qədər də tez yox, amma bəyən belə deyil. Bir qədər daha ağıllı. Tərzi var axı. Bəli, siz insanı, onu ağır yaradan sonra sağalan yerişini, hər addımda yerişi ixtira eləyən görkəmini, heyvanların davam gətirə bilməyəcəyi məşhur baxışını sevirsiniz. Onunla elə özü barədə daha rahat danışıq tərzini, utancaq məsumluq tərzini asanlıqla tapırsınız. Adamlar azgözlüklə kitablarınızın üzərinə atılır. O kitabları rahat kreslolarda oxuyur, onlara təqdim elədiyiniz böyük, bədbəxt, ciddi sevgini arzulayırlar. Bu da əsasən tənbəl, qorxaq olmalarında, arvadlarının onları aldatmalarında, yanvarın birindən maaşlarının artırılmayacağında onlara təskinlik verir. Son romanınız haqqında da rahatlıqla danışırlar. Ah, çox gözəldir. Güman eləyirəm, əgər dünyada adamları sevməyən bir kəs olduğunu öyrənsəz təəccüblənəcəksiniz. Bəli, o kimsə mənəm. Onları o qədər az sevirəm ki, çox tezliklə yarım düyününü güllələməyə hazırlaşıram. Çünki revolverimə ancaq 6 patron yerləşir. Dəhşətlidir, elə deyilmi? Bundan başqa, bu nə siyasətdən kənar aksiyadır. Amma təkrar eləyirəm, onları sevə bilmərəm. Sizin nə duyduğunuzu gözəl anlayıram. Bununla belə məhz onlarda sizi cəlb eləyən elə məndən ötürü nifrətamizdir. Sizin adamların ləyaqətli görkəmini saxlamağa çalışa-çalışa, bu zaman iqtisadiyyat jurnalı vərəqləyə-vərəqləyə yeməyinizi, necə ahəngdar çeynədiyinizi dəfələrlə görmüşəm. Bəyəm, qunduzların yedizdirilməsində iştirak eləməyə üstünlük verməyim mənim günahımdırmı? İnsan öz siması ilə nə eləməyə çalışırsa çalışsın, bütün bunların hamısı mütləq fizionomiya oyununa çevriləcək. O, ağzını yumub, çeynəyəndə, ağzının küncləri qalxıb düşəndə görkəmi fasiləsiz dəyişən dinclik, təəccüblənmiş ağlağan görkəm alır. Siz bunu sevirsiniz, bilirəm. Bunu ruhun sayıq işi adlandırırsınız. Amma bilmirəm bu, niyə xoşuma gəlmir, neynim, belə də olmuşam. Əgər aramızdakı fərq zövq fərqindən ibarət olsaydı, sizi bezdirməzdim. Amma elə təsəvvür yaranır ki, elə bil
sizin zövqünüz var, mənimsə yoxdur. Mən Amerika xərsənglərini sevib sevməməkdə sərbəstəm. Amma əgər adamları sevmirəmsə, səfiləm. Yaşamağa haqqım yoxdur. Onlar həyat sirrinin yeganə yiyəsidirlər. Ümidvaram ki, nə demək istədiyimi bilirsiniz. Artıq 33 ildir ki, daim üzərində qoy qeyri-insani heç bir şey bura girməsin yazılmış bağlı qapılara rast gəlirəm. Nəyi başlamağa sınaqdan keçirsəm, atmağa məcbur olurdum. Seçmək lazım gəlirdi, ya bu cəhd əvvəlcədən mənasızlığa məhkum olur, ya da gec-tez onların xeyrinə çevrilirdi. Onlarla bu və ya başqa cür bağlı olmayan fikirləri özümdə ayıra, yerbəyər eləyə bilmirdim. O fikirlər ələ keçməz üzvü proseslər kimi içimdə qalırdı. İstifadə eləməli olduğum vasitələrin, məsələn, sözlərin onlara məxsusluğunu hiss eləyirəm. Mən sözləri özüm üçün istəyirdim. İxtiyarımdakılarsa saysız hesabsız şuurda didik-didik olub. Həmin sözlər başqalarından əxs elədikləri vərdiş sayəsində özləri beynimdə sıralanır. İndi bu sətirləri yazanda da onlardan istifadə eləməkdən zənnə-i zəhləm gedir. Amma bütün bunların hamısı axırıncı dəfədir. Sizə deyirəm, adamları sevin, yoxsa onlar sizə təkcə boş şeylərlə məşğul olmağa imkan versələr, bu tamamilə ədalətli olacaq. Mənə gələndəsə boş şeylərlə məşğul olmaq istəmirəm. Vaxt gələcək, revolverimi götürüb küçəyə çıxacam, onda baxarıq, onların acığına bir şey eləmək mümkündürmü? Əlvida, müsyo, ola bilər məhz sizinlə rastlaşacam. Bununla belə kəllənizi necə ləzzətlə dağıdacağımdan heç vaxt xəbər də tuta bilməyəcəksiniz. Bəlkə də bu daha da ağlabatandır, sadəcə sabahki qəzetlər oxuyacaqsınız. Görəcəksiniz ki, Paul Gilbert adlı bir nəfər dəlilik tutması içində Edgar Kine bulvarında ötüb keçənlərin 5-ini öldürüb. Siz qondarma böyük mətbuatın bütün bu gümanlarının dəyərinin nə olduğunu hamıdan yaxşı bilirsiniz. Əlbəttə, başa düşəcəksiniz ki, mən heç də qudurmuş deyiləm. Əksinə, mən çox sakitəm, müsyo. Məndən sizə xüsusi təsdiqlənmiş rəğbəti qəbul eləməyi xahiş edirəm. Paul Gilbert. 102 məktubu 102 zərfə qoydum. Zərflərin üstündə 102 fransız yazıcısının ünvanını yazdım. Sonra onları masamın yeşiyindəki 6 marka albomun yanına qoydum. Sonraki 2 həftə ərzində çox nadir hallarda bayıra çıxırdım. Cinayətimə ruhən nüfuz eləməliydim. Hərdən bir baxıb güzgüdə üzümdə baş verən dəyişiklikləri ləzzətlə görürdüm. Gözlərim böyüyür, az qala bütün qalan şeyləri udurdu. Pensiyenin altında qara, yumşaq olmuşdular. Onları 2 ağ qlobus kimi fırladırdım. Sənətkar və cinayətkarın gözəl gözləri. Amma cinayət eləyəndən sonra daha artıq dəyişməyə bel bağlayırdım. Öz sahiblərini öldürən, qarət eləyən gözəl ciddi qızların, qulluqçuların fotolarını görürdüm. Onların fotolarına cinayətdən əvvəl və sonra baxırdım. Cinayətə qədər sakit sifətləri, məsum rəngləri ilə dik yaxalıqlarının vüqarlı gözəl kəsiyindən çıxırdı. Onların eyni cür ciddi hörükləri vardı. Amma hörüklü saçlarından, yaxalıqlarından çox fotoqrafa poza verən bu ifadə bacıların üzlərinə oxşuyurdu. Bu oxşarlıq da elə idi ki, şuurumdan dərhal qan qohumluğu, soykökləri kimi anlayış boy verirdi. Sonra sifətləri gözqamaşdırıcı tərzdə alışıb yanırdı. Onlarda gələcəkdə başı kəsiləcək kəslərin boynu vardı. Hər yerdə də qırışlar. Qorxunun, nifrətin dəhşətli izləri, qatlar, dəridə çökəklər vardı. Elə bil naməlum bir heyvan caynaqları ilə onların üzlərini şırımlayıb. Bir də iri, mənimki kimi qara və dərin gözlər. İndi onlar artıq bir-birinə oxşamırdılar. Hər birində ümumi cinayətlərinin əlamətləri özünə xas əks olunurdu. Əgər öz-özümə deyirdim, bu bədbəxtlərin görkəmin dəyişmək üçün böyük bir hissəsi təsadüf olanlardan ibarət hərəkət yetərlidirsə, əvvəldən axıracan mənim fikirləşdiyim, həyata keçirdiyim cinayətdən nə gözləmək olar? Bu, bütövlükdə mənə hakim olur.
Bu da həddən artıq insan eybəcərliyi, cinayəti məhv eləyir. Onu törədənin həyatını iki yerə bölür. Ola bilsin geri dönmək istədiyin an gəlib çatır, amma o orada sizin arxanızca keçidi bağlayır. Mən yalnız öz cinayətimdən ləzzət aldığım məqamı gözləyir, onun qarşısı alınmaz faciəvi ağırlığını duymaq istəyirəm. Həmin məqamda mənim olması üçün hər şey eləyərəm. Cinayəti qarışıqlıqdan istifadə eləyib Odessa küçəsində törədəcəm. Öldürdüklərimi yığmağı buraxıb gizlənəcəm, qaçacam. Edgar Kine bulvarını keçəcəm. Delamber küçəsinə burulacam. Qaçıb evə çatmaq üçün mənə 30 saniyə bəs eləyəcək. Məni izləyənlər həmin vaxtacan hələ bulvarda olacaq. İzimi itirəcəklər. Təzdən izimə düşmək üçün yəqin onlara 1 saatdan artıq vaxt lazım olacaq. Onları gözləyəcək, qapının döyüldüyünü eşidəndə ağzıma atəş açacam. Mən daha israfla yaşamağa başladım. Vavin küçəsindəki bir meyxanaçı ilə razılığa gəldim. O da gündə 2 dəfə, səhər və axşam, evimə çox ləzzətli yemək göndərirdi. Qasid zəngi çalırdı. Açmadan bir neçə dəqiqə gözləyir, sonra qapını azacıq aralayıb döşəmədəki gözəl qoxuyan boşqablarla dolu uzun səbəti görürdüm. Oktyabrın 27-sində axşam saat 6-ya yaxın 17 frank yarım pulum qalmışdı. Revolveri, məktub dəstini götürüb çıxdım. Aksiyanı həyata keçirdəndən sonra içəri daha tez girmək üçün qapını açıq qoydum. Özümü çox pis hiss eləyirdim. Əllərim soyuq idi. Başım elə bil qan yığılmasından partlayırdı. Anlaşılmaz zoqqultu bürümüş gözlərimsə xoşagəlməz tərzdə yaşarırdı. Mağazalara baxmağa başladım. Ekol mehmanxanası, karandaşlarımı aldığım dəftərxana ləvazimatları dükkanı. Onları tanıya bilmirdim. Özümdən soruşurdum. Bu hansı küçədir? Montparnasse bulvarı adamla doluydu. Onlar mənə toxunur, itələyir, dirsəkləri, çiyinləri ilə ilişirdilər. Onlara tabe olurdum. Müqavimət göstərməyə gücüm yox idi. Qəfildən bu kütlənin lap basırığında özümü dəhşətli dərəcədə tənha, gərəksiz hiss elədim. Əgər istəsəydilər, məni necə asanlıqla incidərdilər. Cibimdəki revolverdən qorxurdum. Mənə elə gəlirdi ki, indi orada olduğumu bilirlər. Üzümə ciddi nəzərlərlə baxıb, saxta təəssüflə, amma deyəcək, məni öz insan caynaqları ilə qamarlayacaqlar. Onu linç eləmək lazımdır. Məni yuxarı, başlar üzərinə atacaqlar. Adi kukla kimi geri, onların əlləri üstünə düşəcəm. Qərara aldım ki, öz niyyətimi gerçəkləşdirməyi sabaha keçirtmək daha ağıllı olacaq. Lakopola gedib 16 frank 80 santimə nahar elədim. 70 santimim qaldı. O pulları su arxına tulladım. 3 gün evdə yeməksiz, yuxusuz oturdum. Pəncərə taxtalarını bağlayıb nə pəncərəyə yaxınlaşmağa, nə işığı yandırmağa cəsarət elədim. Bazar ertəsi qapımın zəngin kimsə çaldı. Nəfəsimi qısıb gözlədim. 1 dəqiqə sonra yenə zəngi çaldılar. Barmaqlarımın ucunda qapıya yaxınlaşıb, açar deşiyindən baxdım. Yalnız qara parça tikəsi düymə gördüm. Naməlum adam bir də zəngi basıb pilləkənlə aşağı indi. Bilmirəm kim idi. Gecə qara basman başladı. Gözümə palmalar, şırıldayan sular, göyün mavi qübbəsi göründü. Yanğın hiss eləmirdim, çünki hərdən bir əlüzyanın kranından su içirdim. Amma acıdım. Gözümə qara saçlı fahişə də görünürdü. Hadisə Kosnoarda ən yaxın yaşayış məntəqəsinin 20 liyölüyündə tikdiyim sarayda baş verirdi. O çılpaq idi, özümüz də təkdik. Revolveri tuşlayıb onu əlləri ayaqları üstündə durmaq, beləcə 4 addım getmək zorunda qoydum. Sonra onu dirəyə bağladım. Başına nə gətirmək niyyətində olduğumu uzun-uzadı aydınlaşdırıb, başdan ayağa güllə ilə deşik-deşik elədim. Bu səhnə məni elə coşdurdu ki, boşalmağa məcbur oldum. Sonra gecə tamam boşalmış başla hərəkətsiz halda yıxılıb qaldım.
Mebel cırıldamağa başladı. Saat 5'i vurdu. Mən hər şey hazırdım. Səhər açıldı. Daha acılıq hiss eləmirdim, amma həddən artıq tərləməyə başlamışdım. Köynəyim tamam islanmışdı. Bayırda günəş işıq saçırdı. Fikirləşməyə başladım. O, qapalı otaqda gecənin içinə qısıldı. 3 gün nə yedi, nə yatdı. Qapının zəngini çaldılar, açmadı. İndi küçəyə çıxıb öldürməyə başlayacaq. Canımı qorxu bürüdü. Axşam saat 6-da məni yenə acılıq yaxaladı. Hiddətimdən ağlımı itirdim. Hansısa mebelə toxundum. Otağın, mətbəxin, ayaq yolunun işığını yandırdım. Var səsimlə nəsə oxumağa çalışdım. Sonra əllərimi yuyub çıxdım. Məktubları poçt qutusuna salmaq üçün mənə düz 2 dəqiqə lazım oldu. Onları 10-10 dəstələrlə atırdım. Bir neçə zərfə əzdim. Sonra Montparnasse bulvarından keçib Odessa küçəsinə çatdım. Galanteriya güzgüsünün qabağında ləngiyib, sifətimi nəzərdən keçirdə-keçirdə fikirləşdim. Beləliklə, bugün axşam. Odessa küçəsinin axırındakı qaz fənərinin yanında dayanıb gözləməyə başladım. Üşüyürdüm, amma əməlli başlı tərləmişdim. Bir müddətdən sonra yaxınlaşan 3 kişi gördüm. Mənə 6 nəfər lazım idi. Solda gələn mənə baxıb dilini hırçıldatdı. Gözlərimi yayındırdım. 8-15 dəqiqə işləmiş 2 qrup bir-birinin ardınca Edgar Kine bulvarından çıxdı. İrəlidə 2 uşaqla kişi və qadın gəlirdi. Onların arxasınca 3 qarı yaxınlaşırdı. İrəli addım atdım. Qadının görkəmi acıqlı idi. Balaca oğlanın əlindən tutub silkələyirdi. Kişi uzada-uzada deyirdi. Bu yaramaz məni boğaza yığdı. Daha da irəliyə gedib düz onların yolunun üstündə hərəkətsiz dayandım. Barmaqlarım cibimdə gücsüz halda dəstəyi sıxırdı. Bağışlayın. Mənlə toqquşan kişi dilləndi. Yadıma düşdü ki, mənzilimin giriş qapısını örtmüşəm. Bu da məni çaşdırdı. Qiymətli vaxtımı itirəcəm. Adamlar uzaqlaşmağa başladılar. Geri dönüb qeyri-ixtiyari arxalarınca getdim. Amma artıq atəş açmaq istəmirdim. Onlar bulvar cəmaatına qarışdılar. Divara söykəndim. Saatın 8-i, sonra da 9-u necə vurduğunu eşitdim. Təkrar elədim. Onsuz da artıq ölü olan bütün bu adamları niyə öldürüm? Sonra gülmək istədim. Bir it yaxınlaşıb ayaqlarımı ilədi. Yanımdan bir gömbul keçəndə diksindim. Onun dalınca düşdüm. Boynunda Koteloku ilə paltosunun yaxalığı arasında qatları gördüm. O yayxana-yayxana, ucadan nəfəs ala-ala gedirdi. Revolveri çıxartdım. Silah soyuq idi. Qəribə tərzdə parıldayırdı. Ona nifrət hiss eləyirdim. Onunla nə eləmək istədiyimi heç cür xatırlaya bilmirdim. Gözlərim gah revolverə, gah gömbulun boynunun ardına baxırdı. Onun boynundakı qatlar elə bil dodaqlar kimi acı təbəssümlə gülümsüyürdü. Fikrən özümdən revolveri zibilliyə atıb atmamağa soruşdum. Qəfildən gömbul dönüb mənə hiddətlə baxdı. Bir addım geri çəkildim. Mən ancaq soruşmaq. O deyəsən eşitmirdi. Əllərimə baxırdı. Çətinliklə sözümü bitirdim. Deməsiz burada Jeto küçəsi hardadır? Onun sifəti uzandı. Dodaqları titrədi. Heç nə demədi. Yalnız əllərini irəli uzatdı. Daldala çəkilib dedim. İstəyirdim. Hiss elədim ki, indicə qışqıracam. Bunu istəmirdim. Onun qarnına 3 güllə boşaltdım. O başını sol çiyninə sallayıb, axmaq görkəmlə dizlər üstə düşdü. Əclaf, ona dedim. Lənətə gəlmiş əclaf. Qaçdım. Onun öskürəyini eşitdim. Həm də arxamda qışqırtı ayaq tappıltısı gəldi. Kimsə soruşdu. Nə olub, o əzilib? Sonra da qəfildən qışqırdı. Qatil, qatil.
Sözün mənə heç bir dəxli yox idi. Amma uşaqlığıma yanğın siqnalı kimi qorxunc gəlirdi. Qorxunc bir qədər gülməli idi. Var gücümdən qaçırdım. Bağışlanmaz səhv buraxdım. Odessa küçəsi ilə Edgar Kine bulvarına qalxmaq əvəzinə Montparnasse bulvarı ilə üz aşağı qaçdım. Bunun artıq həddən çox gec olduğunu dərk eləyəndə küçədəki cəmaatın lap ortasındaydım. Mənə təəccüblü sifətlər baxırdı. Birini lələkli yaşıl şlyapa qoymuş, çoxlu ənli kirşan sürtmüş qadının üzünü yadda saxladım. Odessa küçəsi dəlilərinin arxamca necə qatil deyib qışqırdıqlarını eşitdim. Əl çiynimə indi. Heç də başımı itirmədim. Kütlənin məni boğmasını istəmirdim. 2 dəfə də atəş açdım. Cəmaat bağırışı baralandı. Bir kafeyə qaçıb girdim. Yanlarından keçəndə müştərilər yerlərindən sıçrayır, amma məni saxlamağa cəhd göstərmirdilər. Zaldan keçib ayaq yoluya təpildim. İçəridən qapını bağladım. Revolverdə bir patron qalırdı. Bir neçə an keçdi. Nəfəs ala bilmir, boğulurdum. Ətrafda qeyri-adi sükut vardı. Elə bil adamlar sözləşib nəfəslərini qısmışdılar. Revolveri gözlərimin bərabərinə qaldırıb onun balaca, qara, girdə deşiyinə baxdım. Buradan güllə çıxacaq, barıt sifətimi yandıracaq. Əllərimi aşağı salıb gözləməyə başladım. Nəhayət, onlar ehtiyatla yaxınlaşdılar. Ayaqların döşəmədə şapıldamasından bildim ki, bütöv bir dəstədir. Bir qədər pıçıldaşdılar, sonra sustular. Hələ də təngiyirdim. Mənə elə gəlirdi, orada ara kəsmənin arxasında nəfəsimi eşidirlər. Kimsə yaxınlaşıb lap yavaşdan qapının dəstəyini dartdı. Yəqin ki, güllələrimdən yayınmaq üçün divara sıxıldı. Atəş açmaq istədim, amma yox. Axırıncı güllə özümündür. Nəyə gözləyirlər? Özümdən soruşdum. Əgər birlikdə qapı itələsələr, dərhal sındırarlar. Özümü öldürməyə vaxtım qalmaz. Məni diri-diri tutarlar. Amma tələsmir. Mənə ölməyə vaxt verirdilər. Əclaflar qorxurdular. Açın, səsi eşidildi. Sizə toxunmayacaqlar. Sükut çöktü. Elə həmin səslə davam elədi. Gözəl bilirsiniz ki, qaça bilməyəcəksiniz. Cavab vermirdim. Elə hey nəfəsim təngiyirdi. Özümü vurmağa inandırmaq üçün özümə deyirdim. Əgər məni tutsalar, əzişdirəcək, dişlərimi sındıracaqlar. Hətta gözlərimi çıxarda bilərlər. Gömbulun ölüb ölmədiyini bilmək istəyirdim. Ola bilsin, onu ancaq yaralamışam. Qara güllələr kimsəyə dəyməyib. Onlar nəsə hazırlayır, döşəmə ilə ağır-ağır bir şey sürüyürdülər. Cəld revolverin lüləsini ağzıma soxub var gücümlə dişlədim. Amma atəş aça bilmədim. Hətta barmağımı tətiyə qoya bilmədim. Revolveri döşəməyə atıb qapını açdım.